10-cu sinif şagirdləri, xoş gördük hər birinizi. Mən riyaziyyat müəllimi Vüsal Əsədov. Bugün OTK və müstəqil qiymətləndirmə imtahanının keçirdiyi sınav imtahanının suallarını izah edəcəm. Suallara baxmazdan əvvəl xahiş edirəm kanala abunə olun. Kanala abunə olun ki, növbəti sınaq videolarımızı izləyə biləsiniz. Bizim əyani dərslərimiz növbəti tədris ili üçün Gəncə şəhərində, onlayn dərslərimiz istənilən bölgələrimiz üçün mövcud olacaq. 051 648 5407 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. X kvadrat minus 7 kiçikdir 0 bərabərsizliyinin tam həllərinin sayını tapın. Bunu yazırıq. X minus köşdə 7, X plus köşdə 7 kiçikdir 0-dan. Bunu da interval üsulu ilə həll eləsək, mənfi köşdə 7, müsbət köşdə 7. Köşdə 7-dən 2 tam nə qədər çıxır? 2 tam nə qədər? Bundan mənfi 3 versək, müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçikdir hissə lazımdır. Yəni, bu mənfi köşdə 7 ilə köşdə 7, yəni mənfi 2 tam nə qədərlə müsbət 2 tam nə qədər arasında. Bu aralıqda da 5 dənə tam ədəd var. 32 nömrəli tapşırığa baxsaq, deməli, bizdə alfanı götürürəm 3K, bettanı götürürəm 5K, qammanı götürürəm 5K, bağışlayın. Qammanı götürürəm 5K. Bilirik ki, alfa ilə bettanın cəmi qammaya bərabərdir. Onda bizdə betta oldu 2K. Bizdə soruşur ki, betta bölü alfanı tapın. Oldu betta bölü alfa 2 bölü 3. Keçək növbəti tapşırığımıza. Deməli, 33 nömrəli tapşırıqda B-A-nın alt çoxluğudur. Bilirik ki, alt çoxluqların birləşməsi böyüyünü verir, yəni altını verəcək. Cavab oldu D variantı. Keçək 34 nömrəli tapşırığa. Ümumi həddi ardıcılığın 7-ci həddini. A7-ni soruşur. 3 vur 7 çıx 12. Bu da elədi. 21-dən 12 çıxanda 9 variant oldu. C variantı. 35'ə baxaq. 23 bölü 8 ədədinin tam hissəsi A-ya. Bu bilirik ki, 2 tam 8-də deməli 7 eləyir. 2 tam 8-də 7. Bunun tam hissəsi A2'dir. Mənfi 22 bölü 7'nin tam hissəsi mənfi 22 bölü 7. Bu mənfi 3 tam 7'də 1 eləyir. Bunun tam hissəsi B-dir. Mənfi 4'dür. Bilirik ki, kəsr ədədinin solundakı ən böyük tam ədədə deyilir tam hissə. Mənfi 4 oldu. Bunların hasili elədi mənfi 8. Variant oldu Y variantı. 36 nömrəli tapşırıqda mənfi qüvvət 1 böl deməkdir. Üstə gəlinsin 1 böl B vurulsun. AB bölünsün A plus B. Bunun da ortaq məxrəci AB-də A plus B vurulsun. A plus B-də AB. Bunlar da qarşılığı tərsdir, yəni ixtisarlar getdi, elədi cavab 1. Variant oldu B variantı. 37 nömrəli tapşırıqda nə deyir bizə? ABCD kvadratının AD tərəfi ASY üçbucağının AD tərəfi ASY üçbucağının AY tərəfi üzərindədir. Kvadratın tərəfi A, AYS 45 dərəcə olarsa, doğru ifadələri müəyyən edin. Deməli, bura uşaqlar 45 dərəcədir, burada 45'dir. Buram A'dır, bura oldu A. Burada 45'dir, burada A'dır. Bu 90'dır. Bizdən nə deyir? Doğru ifadələri göstərin. SY-miz deyir bizdə SY-miz A köşdə 2'dir. AY-miz 2A'dır. ASY bərabərdir 120 dərəcəyə. Bir də oxuyuruq sualımızı. AYS bucağı. AYS, buranı da 45 verib. Bura 45'dirsə, aydın məsələdir. Burada 45'dir, bura A'dır. Bəli. Deməli, SY-miz oldu bizdə A köşdə 2, doğrudur. AY-miz 2A olur, doğrudur. Bu da 1 doğrudur, 2 doğrudur. ASY-miz 120 dərəcədir. Bu yanlışdır. Cavab oldu 1 və 2. Keçirik 38 nömrəli tapşırığa. A ədədinin 3'də 2'si 30 olarsa, yəni A vurulsun 3'də 2 bərabərdir 30. Buradan biz A-nı tapsaq eləyir uşaqlar 45.
3'də 2 hissəsi 30. Cümləni yenə səhv yarımçıq oxuduq. A ədədinin 3'də 2 hissəsi deyir ki, 30 ədədinin 6'da 5 hissəsinə bərabərdir. Bunlar getdi 25. A ədədini tapın. A-nı tapanda 25'i vururam. 2'də 3'ə. Elədi 37.5. Variant oldu Y variantı. Keçək 39 nömrəli tapşırığa. Nə deyir 39'da? Deyir ki, AD parçası ABC üçbucağının, SM parçası ise ADS üçbucağının medianıdır. Yani bu mediandır. Bu da bunun medianıdır. Median bilirik ki, sahəni yarıya böl. Bura S'dir, bura S'dir. AD də ABS'nin medianı olduğuna görə ABS'nin sahəsini yarıya böləcək. Onda burada olur 2S. Bizə deyir ki, MDS üçbucağının sahəsi MDS ABS'nin sahəsinin hansı hissəsidir? MDS'nin sahəsi S'dir. ABS'nin sahəsi də 4S'dir. 4'də 1 hissəsi Y variantı. 40 nömrəli tapşırığa baxsaq, 162'ni yaza bilərik. 81 vur 9 kök 2 üzərinə gəlinsin 11 kök 2 üzərinə gəlinsin 11 3 üstə gəlinsin 4 kök 2. Yuxarıda 5'i mötərizə xaricinə çıxarsaq 4 kök 2 üstə gəl 3 bölünsün 3 üstə gəl 4 kök 2. Bunlar ixtisar getdi qaldı 5. Variant oldu A variantı. 41 nömrəli tapşırığa baxsaq 2x minus 5 böl 8 bərabərdir 4'də 1'ə. 2x minus 5 bərabərdir deməli 2'yə. 2x bərabər 7'yə, x bərabər 3/5'ə. Variant oldu D variantı. A natural ədədini 1, 2 və 3 ədədlərlə düz mütənasib hissələrə böldükdə K, 2K, 3K. Bu da bizdə A'dır. Deməli 6K bərabərdir A-ya, K bərabərdir A bölü 6'ya. Ən böyüyünü soruşursa 3'ə vuracaq. O da eləyəcək A böl 2. Variant oldu Y variantı. 43 nömrəli tapşırıqda A və B ardıcıl cüt ədədlərdir. D isə C və D isə ardıcıl tək ədədlər olarsa, bilirik ki, ardıcıl cüt ədədlərin əbobu 2'yə bərabərdir. Ardıcıl tək ədədlərin əbobu isə 1'ə bərabərdir. O elədi 7. Variant oldu D variantı. 44 nömrəli tapşırıqda paralel vətərlər verib bizə. AB və CD paralel vətərlərdir. AMB bərabərdir. Bunu götürürəm 2x plus 20. CND də bu da oldu 3x minus 20. Paralel və bərabərdirlər. Deməli, paralel vətərlər arasındakı qövslər bərabərdir. Yəni, bu qövslə bu bərabərdir. Həm də bunlar bərabər vətər olduğuna görə ayırdığı qövslər də bərabərdir. X bərabərdir 40 dərəcə. Bizə deyir ki, ADS-ni tapın. ADS bucağını soruşur bizdən. Buranı soruşur. İndi 40. X'in yerinə 40 yazsam uşaqlar. Buraya elədi 100, buraya elədi 100. Qalır yerdə bizim qalır 160'ımız. O da bölünür. Bura 160 paralel vətərlər ara. 80'dir bura. Burada 80'dir. Paralel vətərlər arasında qalan qövslər bərabərdir. Onda burada daxilə çəkilmiş bucaqda oldu 40 dərəcə. A, D, C bucağımız oldu 40 dərəcə. Cavabımız oldu 40 dərəcə. Baxaq 45 nömrəli tapşırığa. Birinci rübün bucağı o deməkdir ki, x də müsbətdir, y də müsbətdir. Buradan m kiçik 5'dən, m böyük mənfi 2'dən, neçə tam qiymətində? Mənfi 2 ilə 5 aralığında. Bu da oldu bizdə deməli 6 dənə tam qiymətində. 4 dənə müsbət, bir dənə mənfi, bir dənə də 0. Keçək 46 nömrəli tapşırığa. Rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrar olunmayan 5'ə qalıqsız bölünən neçə 4 rəqəmlədir? 1, 2, 3, 4 dənə xətt çəkirəm. 5'ə qalıqsız bölünən deyirsə sonuna 5 yazıram. Bu bir dənə seçimdir. Yerdə qaldı 4 seçim. Birincini 4. Birini seçdimsə digərini bu seçdiyimdən seçə bilmərəm. 3 seçimim qaldı, 2 seçim qaldı. Bu da elədi 24. 47 nömrəli tapşırıqda vurğularından biri x minus a olarsa a parametrinin mümkün qiymətlər cəmini. Əziz şagirdlər, deməli çoxalının vurğuları verildikdə onun kökünü tapmaq üçün 0'a bərabər eləyə bilərik. Bu bunun köküdür.
Bunun köküdürsə x'in yerinə yazıram. A. A kvadrat bərabərdir 16. A bərabərdir plus minus 4. A mümkün qiymətlər cəmini tapın elədi 0. A parametrinin mümkün qiymətlər cəmi elədi 0. Başqa cür də yanaşmaq olardı. Daha uygunu belə oldu. Sonra 48 nömrəli tapşırığa baxaq. M parametrinin funksiyalarının qrafiki funksiyanın qrafiki ilə qarşılığı perpendikulyardır. Qarşılığı perpendikulyar olanda əziz şagirdlər K1 vur K2 mənfi 1'dir. Burada yəni K1'imiz mənfi 3'də 1'dir. Mənfi 3'də 1 vurulsun 2m minus 5 bərabərdir mənfi 1'ə. 2m minus 5 bərabərdir 3'ə. M bərabərdir 4'ə. M'i tapdıq 4. M parametrinin hansı qiymətində 4. D'yi paraleldir AS'yə isə burada oxşarlıq var. Bunlar bərabərdir. Bunlar bərabərdir. BD'nin AD'yə nisbəti 3 bölü 4. BD'nin AD'yə bura 3K'dır. Burada 4K'dır. Və AD'si trapesiyasının orta xəttinin uzunluğu 30 olarsa AC tərəfini tapın. Orta xətt bura bir M deyirəm. Bura bir N deyirəm. Oxşarlığa görə 3x bölünsün, 3k bölünsün. M bərabərdir. 3k bettanın qarşısındadır. Aşağıda bettanın qarşısında 7k bölünsün N. Buradan M'i götürürəm 3x, N'i götürürəm 7x. Orta xətdirsə trapesiyanın 3x üzərinə gəlinsin 7x bölünsün 2 bərabərdir 30'a. Buradan da x'i tapdıq 6. 5x 30, x'i 6 tapdıq. Bizdən AC tərəfinin uzunluğunu soruşur. 7'ni 6'ya vuran elədi 42. Cavab oldu 42. 50 nömrəli tapşırıqda bizdə nə verib? Deyir ki, ilk 10 həddinin cəmini tapın. B4 üstəgəl B6. Uşaqlar buradan B1'in Q kubunu mötərdə xaricinə çıxarsam, B1 üstəgəl Q kvadrat qalır. Bərabərdir 40'a. Aşağıdan B1 Q üstü 4'ü mötərdə xaricinə 1 üstəgəl Q kvadratı bərabərdir 80'ə. Bunları tərəf-tərəfə bölsək. Q'ni 2 tapıram. Şöyle Q'miz 2'dirsə, Q'ni yerinə qoysaq, yuxarıda yerinə qoysaq, olur 8 B1 bərabərdir 40'ı, deməli 5'ə böləndə 8. B1'imizi də 1 tapdım. Bizdən soruşur ilk 10 həddinin cəmini tapın. Buradan yazaq. Bunu üstə yazmışıq. Buradan silirəm, buranı yazıram. İlk 10 həddinin cəmini soruşur bizdən. İlk 10 həddin cəmi S10 bərabərdir. B1 vurulsun. Q üstü 10 çıx 1 bölünsün Q minus 1. B1'i 1 tapmışam. Böylədir 2 üstü 10 çıx 1 bölünsün 1. 2 üstü 10 1024 eləyir. 1 çıxanda 1023. Cavab oldu 1023. 51 nömrəli tapşırığa baxsaq. 60 faizli duz məhlulundan 30% götürüb yerinə həmin qədər saf su tökdükdə alınan məhlulun duzluq faizini tapın. Uşaqlar məhlulumuz x-dir. Məhlulu mən götürürəm x. 60%'lidirsə burada duz 0.6x, sumuz 0.4x. 60% duzundur. Bundan 60% götürəndə bu hər ikisinə aiddir. Həm sudan götürürsən, həm onda duzda qalır 70%. 0.6x'in 70%'ni tapsaq, yəni 0.7'yə vursaq edir 0.42x. 0.4x'in 70%'ni tapsaq eləyir 0.28x. İndi burada bizim duzumuz elədi 0.42x, suyumuz elədi 0.28x. İndi 0.3 nə qədər götürmüşük? X'in 30%'ni 0.3x. Onda mən bura gəlirəm 0.3x. Məhlulum, ümumi məhlulum elədi, dəyişmədi. X elədi. Məhlulun faizini soruşanda bölü x vur 100 elədi 42%'ni. Sonda alındı 42%'ni. 52 nömrəli tapşırığa baxsaq, nöqtələri çevrənin AB diametrinin uzun nöqtələridir. Diametrin uzun nöqtələridirsə A -3 1,
B5 getdi. Bu çevrənin apsis oğu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Bu çevrənin apsis oğu ilə əvvəlcə biz çevrənin tənliyini yazmalıyıq uşaqlar. Bunun mərkəzinin nöqtələri orta nöqtə olduğuna görə uyğun koordinatları toplayıb bölürəm 2-yə. 1, 4. Radiusu tapsaq iki nöqtə arasındakı məsafə ilə 1 üstəgəl 3-ün kvadratı 3-ün radius 5 elədi. Deməli, çevrənin tənliyi oldu. X minus 1-in kvadratı, Y minus 4-ün kvadratı bərabərdir 25. Apsis oxu ilə kəsişmə deyirsə Y-ə 0 verirəm. Y-ə 0 verəndə belə bir nəticə aldıq biz. Bax, bunu buradan yazıram. X minus 1-in kvadratı bərabərdir 16, 25-dən 16 çıxanda 9. X minus 1-i bir dəfə 3-ə, X minus 1-i bir dəfə mənfi 3-ə bərabər edirik. Buradan X-i 4 tapıram. Buradan X-i uşaqlar mənfi 2 tapıram. Bunların apsis oğu məsafəni deyəndə 4-dən mənfi 2 çıxıram. Cavab elədi 6. 53 nömrəli tapşırığa baxsaq. Qutuda eyni ölçülü 5 ağ, deməli 6 qırmızı 8 yaşıl kürə var. Eyni anda təsadüfi olaraq götürülən 3 kürənin hər birinin müxtəlif rəngli olması. Mümkün hallar. Deməli 5, 19 dənə kürə var. 19-dan 3'tür. 19 faktorial bölünsün. 16 faktorial vurulsun 3 faktorial. Bundan bu getdi uşaqlar. Elədi bizdə yuxarıda 17, 18, 19. 3 elədi. Əlverişli hallarımız elədi nə? Hər müxtəlif rəngli 5-dən 1, 6-dan 1, 8-dən 1. Ehtimalı tapanda məxrəcdə mümkün halları, yəni 17 vur, 3 vur, 19 yazıram. Sürətdə 5 vur, 6 vur, 8 yazıram. Bundan bu ixtisar getdi, 2 qaldı. Yuxarıda elədi, 2-ni 5-ə vuranda 80 yuxarı elədi, 17-ni 19-a vuranda 17-ni 19-a vuranda 289, 17, 17-yə vuranda üstünə də 34 gələndə elədi 323. Cavab elədi 323-də 80. Ola bilər hesab səhv eləyərik, yəni həll üsulu belədir. 54 nömrəli tapşırığa baxsaq, deyir ki, AD tənböləndir, bu tənböləndir. BY parçası ilə qarşılıqlı perpendikulyardır, şəkildə göstərilib. AB-ni 6 verib, BD-ni 4 verib, CD-ni 5 verib. Tənbölənin xassəsinə görə A-nın 5-ə nisbəti bərabərdir 6-nın 4-ə nisbəti. A bərabərdir 7/5. Və burada uşaqlar görürsünüz, bu üçbucaqda, bu üçbucaqda tənbölən həm də hündürlükdür. Tənbölən nə zaman həm də hündürlük olur? Bərabər yanlıda. Deməli, burada 6 imiş, A-ya 6 imiş, YS-yə qaldı neçə? 1/5. Turist şirkəti gəzinti üçün 30 nəfərlik avtobus və 15 nəfərlik mikroavtobusdan istifadə edir. Şirkət ümumilikdə 8 nəqliyyat vasitəsi ilə 150 turist daşıyır. Avtobusların və mikroavtobusların sayını tapın. 30 nəfərlik avtobus və 15 nəfərlik mikroavtobus təşkil edir. Avtobusu götürürəm X, mikroavtobusu götürürəm Y. Cəmi 8, X plus Y bərabərdir 8. Və 150 turist daşıyırsa 30X üzərinə gəlinsin. 15Y bərabərdir 150'yə. Buradan da X'i tapasınız. Deməli, X'i 2, Y 6 tapasınız. X2, Y6. Oldu əziz şagirdlər, hər birinizə uğurlar arzulayıram. İnşallah hər kəsin nəticəsi yaxşı olur.